Bir Azərbaycanlı olaraq biz hamımız Gəncə xanım, Cavad xanım və onun ailəsinin vətənin müdafiəsi uğrunda apardığı mübarizə, göstərdiyi mərdlik, igidlik hamımız üçün bir qürur mənbəyidir. Eyni zamanda Gəncə xanlığının bayrağı da günümüzədək gəlib çatmışdır. Bəs gəlin görək, Gəncənin qızılbaş hökmdarı olan Cavad xanın bayrağının üzərindəki yazılar nəyi bildirirdi? Qızılı zambaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış Allah sözü vardı. Bayrağın alt hissəsində sol tərəfində qızılı dördkün çərçivə salınmışdı. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdaşlar yazılmışdı. Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan hamısının Allaha yaxınlaşmasından ötürü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır. Bayrağın ortasında yuxarıdan aşağıya onu sağ və sol hissələrə ayıran moruq rəngli parça tikilmişdi. Mərkəzi hissə arı xətləri ilə 10 qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı 5 dəfə təkrarlanmışdı. Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir. Bayraq qumaşının ağaca taxılması üçün nəzərdə tutulan torbacıq qəhvəyə rəngli məhdud parçadandır. Bayrağın ucluğu tökmə üsulu ilə poladdan düzəldilmiş. Boru hissəsi sağdan sola gedən yivlərlə bəzədilmişdi. Boru hissəsi ağzından alov püskürən qurd, yəni canavar başı ilə tamamlanmışdı. Alov dilləri isə birləşərək süngü formasını alır.